Toğ ayağıyıq, o vəziyyətdəyik. Getdik, atdıq şübhə, içdik, yıxıldıq, yatdıq. Valla bir də vəziyyət çox pis. Bizi yəni sıxışdırırlar, hərəkət eləmək olmur. Toya çağırırlar, getmək olmur, yaşa getmək olmur. Ölü də pulla olur. Adam var, ölür, qorxur, can verir, deyir, ölsəm bunu nə ilə götürəcəm yerdə. Ölüdən də qorxurlar artıq. Bu məşğulluq idarələri var. Gedir işqalaqla çay içirlər. Otururlar qoltuqda belə-belə fırlanır. Vətəndaşı araya qoyurlar. İş istəyirsən nəqədi fəhləliyə yönəldirlər. Gənc nəsil fəhləliyə geçsə, hamı fəhləli olmaz. İşin normativləri olmalı, bir şey olmalı, zavod olmalı, sektor olmalı, peşə olmalı. Bu alver nədir ki, elədin staj yazılmır. Sabah mən 50 yaşımda kim gətirib mənə pul verəcək, kim çörək pul verəcək? Hardan staj tələb edəcəm, hardan tırda boy alacam? Bir gün getmişəm pensiyanı çıxarmaya, evdən bir iki şey tapşırıblar, bıraxmayıblar pensiyanı. Mən 3 gün başqa bir şeylə başımı qatmalıyam ki, fırlamalıyım ya da kimdənsə borc alın. Bu əsas yaşayışdır. Başa düşən evdən çıxanda akşam çörək aparmaq lazım. Bir gün biz doğulub yaranmamışıq ki, dussaq olar. Cəmiyyətin kimisə anasının baxsın sepin olur yəni. Sən əziyyət çəksən, mən sən cibaya girməliyim. O elə deyil. Elə olmalı deyil. Amma yetəncə cibində pul olsa, kimsə cibinə girmək nəyə lazımdır ki? Bir iki gün oğruq başalıb gedir, cibgiriyi başalıb gedir. Yata bilmirsən, adam qorxur. Bunun səbəbi yəni bir ancaq krizislə görə. Qoymurlar, artım yoxdur. Bir paltara baxın, qardaş, yamatdırıb geyinir. Üstəqədə yamatdırıb geyinir. Bu nə demək? Bu nədir ki, bunu biz alamır. Gör nə vəziyyət. Avtobus minəndə əlimizi cibimizə salır ki, görən olmur. Baxırsan, hamı bahalı maşını sağır. Maraqlıdır da, nə, hardan alır? Halallıq deysə, bu da halallıqdır. Bundan ocu yoxdur. Suyun içində tam sərbəst.